San Francisco'da daha bir görməli yerlərdən birinə gəldim. Burada Fisherman's Wharf deyilən bir yerdir. Biraz arxa kamerayla. Burada Fisherman's Wharf həm də Pier 39 çağırılır. Adətən bu yerli Amerikanlılar tərəfindən, yəni Amerikada yaşayanlar üçün. Amma əsasən location'ın adı Fisherman's Wharf, yəni balıqçıların məkanı kimi bir şeydir. Və burada da çoxlu sayda turistlər qəbul edirik. Yəni hər il milyonlarla turist bu yəni San Francisco'nun bu pierini görmək üçün gəlir. Pier 39'u görmək üçün gəlir. Yəni əvvəldə dediyim kimi o trolleybuslar, yəni tramvaylar bu yoldan gəlir. Turistlər üçün gözəl bir yerdir. Buradan həmçinin dəniz turu təşkil olunur. Gəmi ilə dənizə çıxanlar var. Burada görürsünüz yəqin ki. Biletin qiyməti $15'dır. 1 saat turdur və $15'a gəzə bilirsiniz. Pier 39'un ən məşhur edənlərdən biri də, yəni burada insanların gəlməsinə ən çox səbəb olan şeylərdən biri də burada qəşəng balıq restoranları və dəniz məhsulları restoranları var. Həmçinin o cümlədən də balıq. Bu sağ tərəfdə gördüyünüz yerlər restoranlar və həmçinin masaj salonu. Burada gördüyünüz dükanlar var, aksesuar dükanlar var. Ən yaxşıları da Pier'in üstündəki restoranlardır. Burada yəni dəniz məhsulu restoranlardır. Bir balaca içəri tərəfə getmək istəyirəm. Maraqlı gəmiləri. Ümumiyyətlə belə deyək, mən bir çox şəhərlərində olmuşam Amerikanın. Əsasən iri şəhərlərində olmuşam, gəzmişəm və burada mən sizə deyə biləcəyim bir şey var ki, mən ən çox sevdiyim şəhərlər əsasən dəniz sahili ya da ki okean sahili, körfəz sahili şəhərlərdir. Nəyə görə? Çünki su ilk öncə deyə bilərəm həyat mənbəyidir və bunu hamı bilir. Və su həyat mənbəyi olduğu üçün mü bilmirəm, nəyə görəsə mən su olan yerləri ona görə xoşlayıram. Və həmçinin də ən gözəl yəni görməli yerləri şəhərin həmişə su kənarında, yəni okean kənarı, sahillərdə olur və daha çox ora diqqət yönəlir. Yəni burada görürsünüz yəqin ki. Burada saysız hesapsız restoranlar var. İçeride oturan insanları görürsünüz. Restoranlarda yeməklərini yeyən. Mən bura gələndə yemək yeyib gəldiyim üçün yəni başqa restorana getdim. Ona görə burada balıq yemək qismət olmadı. Amma dünən yemişdim təbii ki. Yəni çox gözəl küçə var. İndi o küçəyə də gedəcəm sizi üçün video çəkməyə. Yəni maraqlı yerdir, həqiqətən maraqlı yerdir. Gün bax, yəni günəşin batmasını buradan görmək mümkündür. Hətta düz diqqətlə baxsaq görürsünüz Golden Gate Bridge oradadır və hansı ki yanındakı dağlıqları görə bilərsiniz. Oakland şəhərini görə bilirsiniz buradan. Çox sakit bir yerə gəlmişəm. Yəni, olduqca sakit bir yerdir.
Pier 45'e geldik. Burada ne var? Gəmiyə getmək üçündür. Gəmiyə minib tur atmaq üçündür. Burada yüngülvari bir video çəkib sizə Pier 39'a qayıdacağım. Burada tur gəmiləri var və çok güzel şəkil çəkmək üçün Alcatraz həbsxanasının qarşısı. Maraqlı yerlərdir. Gəmilər falan. Alçaqdan uçan təyyarə getdi harasa. Amerikada bildiyiniz kimi küçədəki musiqilər, yəni küçə şovları hər yerdə var və o cümlədən də Pier 39'da küçə şovları var və hazırda bir balaca ondan sizə göstərmək istəyirəm. Musiqi səslərini eşidirsiniz. Big Master gedir, tur şovu. Let's do it like this, y'all. Get funky. Good job, bro. Good job. Once again, don't forget to put a tip in the bucket. I don't get paid. I get tips. Y'all show some love, baby. Yeah, thank you, baby. Thank you. Let's do it. Welcome to San Francisco. Happy New Year. Do you remember all the things? San Francisco, Happy New Year. Bu kadar. Thank you, baby. Fisherman Wharfs. San Francisco'nun en güzel görməli yerlerinden biri. Okean sahili, körfez sahili ve çok güzel Alcatraz həbsxanasının en yakından görebileceğiniz bir yerdeyim. Ve size tavsiye ederim ki bu yer mütləq gezin, mütləq görün. Pier 39 kimi ya da Fisherman's tanınan yerdir. Restoranlar, eğlence merkezleri, ticaret merkezleri, muzey, çok şey var yani. Həddən artıq çok şey var ve size buraya gelmeyi 100% tavsiye ederim. Çok sağ olun, videonu izlediğiniz için beğenmeyi unutmayın. Eğer beğenmişsinizse kanala abone olmayı unutmayın. Teşekkür ederim.